İmam Sadiq əleyhissalamın yanına bir nəfər gəldi, dedi, ağa, Allah Quran-ı Kərimdə bəzən olur ki, mübhəm danışıb, qaranlıq danışıb. Ayədi mənasını belə bilmirik də. Məcbur oluruq sizin yanınıza gəlirik ki, ağa bunun mənası nədir hər dəfə ağa. O olmazdı ki, Allah burada açıq aydın danışsın. Biz də sizin yanınıza gəlməyək. Siz daim bizim yanımıza get edəməlisiniz ki, bizi sevəsiz, bizlə ünsiyyətiniz ola. Sizin bizdən rabitəniz kəsilsə, yavaş-yavaş əlaqə soyuyar. Siz sevməzsiniz. Allah elə bil ki, Quranı oxuyan insanları məsum imamdan asılı eləyib. Asılı eləyib. Quranı oxumağı, Quranı öyrənməyi vacib buyurubsa, onu da sevməyi vacib buyurub ki, bunlar paralel olmalıdır. Ona görə də Peyğəmbər hədislərdə var, məşhur hədislərdə ki, əllərin qaldırdı, 2 barmağın belə göstərdi ki, Quranla və itrəti, əhl-i beytimi sizə əmanət qoyuram. Yəni, bunlar ikisi də eynidir. Bu, bunun canlı formasıdır. Ruhun paçlığı və zikr əhlinə müraciət, bax, bunlar insanı Quranın o daha geniş və dərin hidayətlərindən bəhrələnməyə gətirib çıxartar.